Hər kəsə salam. Bu dəftəri həmişəki kimi gecikməklə sizə göstərirəm, çünki unuduram. Əslində özüm buranı hesab kitabı aparıram. Misal üçün, ayın əvvəlindən düz ayın axırına kimi, keçən ay 30-undan idi. Ayın 30-u mən özüm üçün hamısını hesab aparmışam. Baxdım, saydım və rahat növbəti aya keçmişəm. Sadəcə bunun hesabını aparanda axşam aparıram. Hamı işdən, məktəbdən gələndən sonra ailəmi yedizdirirəm, evi səliqəyə salıram, sonra məndə boşluq olur və otururam özüm üçün hesabı aparıram. Həmən dəqiqə də sizə çəkə bilərəm. Sadəcə evdə o qədər səs-küy olur ki, hamı evdədir, hərəsi nəsə istəyir, hamı söhbət eləyir, danışır, səs-küy olur, televizora baxırlar. Hər dəqiqədən bir məni çağırırlar, nəsə istəyirlər, nəsə deyirlər. Ona görə həmən vaxtları çəkə bilmirəm sizin üçün. Fikirləşirəm ki, səhərsi günü mütləq göstərəcəm, amma səhərsi günü də unuduram. Növbəti aya keçirəm, başlayıram hesab aparmağa, amma sizə video çəkməyə unuduram. Sağ olsun bəzi qızlar, hansı ki, imенно bu videonu gözləyirlər. Onlar mənə yazırlar və tələb eləyirlər ki, göstərim. Çünki artıq onlar da belə dəftər tutublar, hesab aparırlar və onlara da çox maraqlıdır. Həmən ayı mən nə qədər xərcləmişəm və onlar nə qədər xərcləyirlər. Bir nəfər yazmışdı keçən ay bu videonun altında. Yazmışdı ki, siz necə bir ay ərzində 400 manat xərcləyirsiniz? Məndə produktda, yalnız produktda 1000 manat pul gedir. Evdə də 4 nəfər yaşayır. Nə bilim, siz necə yaşayırsınız, necə yeyirsiniz bilmirəm. Bəlkə də siz yemədiyiniz təzə məhsulları alırsınız və onları yemirsiniz. Soyuducuda saxlayırsınız və həftə sonunda soyuducunu səliqəyə salanda baxırsınız ki, artıq xarab olub və götürüb tullayırsınız. Misal üçün mənim soyuducumda belə bir produkt yoxdur ki, mən onu yeməyim və götürüm tullayım zibilə. Belə bir şey məndə yoxdur. Mən çalışıram elə bir produkt alım ki, hansı ki biz yeyirik. Əvvəllər elə bir şey eləyirdim. Təzə nəsə görəndə maraqlı gəlirdi. Dedim alım, görüm bəyənəcəyik yoxsa yox. Amma sonra fikir verirdim ki, heç kim bəyənmir, heç kim onu yemir, soyuducuda durur, sonra isə məcbur bunu atıram. Sonra düşündüm ki, təzə məhsul almağa heç bir mənası yoxdur. Heç kimin bizim ailəyə dadı uyğun deyil deyə daha belə bir şeylər eləməyim. Və ona görə almıram. Misal üçün harasa qonaqsa gedəndə həmən orda təzə nəsə görsəm, dadına baxsam, əgər bəyənsəm, artıq bilirəm ki, deməli mənim ailəm də bəyənəcək və ondan sonra bunu almağa başlayıram. Yoxsa belə gedim alım, yoxlayım, görüm ailəm yeyəcək bunu yoxsa yox. Artıq belə bir şeylər eləmirəm. Həm də çalışıram dükanda şirniyyatdır, sonra şokoladdır, konfet belə şeyləri az-az alım. Çünki çox aldıqca çox yeyirsən. İndi də ki mən dietada olduğuma görə mən şokolad nə qədər almıram? Çoxdandır ki almıram. Və fikir vermişəm ki, mən almıram, mən yemirəm və mənim uşaqlarım da yemir. Belə çıxır ki, şokoladı yeyən ancaq mən idim və uşaqlar mənim əlimdə görəndə bunlar da istəyirdilər. Amma indi mən şokoladı necə soyuducuya qoydum, elə də durur. Heç kim əl vurmur, heç kim yemir. Çox maraqlıdır. Deməli, ailəni korlayan mənəm. Belə çıxır. Nəysə, gəlin hesabı mən sizə göstərim. Bu dəftər məndə hər bir şey üçün lazımdır. Deməli, burada həm dərmanların vaxtını, necə içmək lazımdır, saat neçədə, kimin dərmanıdır, bura yazıram. Düzdür, bu tərsinədir. İndi deyəcəksiniz ki, dəftəri tərsinə tutub. Bu burada cırılmışdı. Bunu o qədər işlədirəm ki, bu dəftəri artıq cırılıb. Bu mənim üçün vacibli bir dəftərdir. Gün ərzində mən bununla ancaq söhbət eləyirəm bu dəftərlə. Burada deməli dərmanlar yazırdım. Burada fevral ayından, ilin əvvəlindən görürsüz, hesab aparmışdım. İlin əvvəli, özdəki sizə deyim, 217 manat pul xərcləmişdim produktda. Elə olurdu ki, gündə bircə manat pul xərcləyirdim. Bu yəqin ancaq çörək ola bilərdi. Belə. Burada isə uşaqların şəkillərdir. Onlar ayrı kağızlara çəkirlər, sonra da bezirlər, götürüb atırlar. Mənim də hayfım gəlir, çox qəşəng çəkirlər, maraqlıdır da mənim üçün. Dedim, burayı bu tərəfə yapışdırım, onsuz da bu tərəfini işlətmirəm də, boş qalır. Bura yapışdırım, uşaqlar
Uşaqlardan yadigar qalsın. Bu da buradaydı, düşdü. Bu mənim uşaqlarımın əl işləridir. Bu dəftəri yəqin ki, mən atmayacağam, çünki uşaqlarıma görə. Bu dəftər də artıq bitir. Yəqin ki, təzəsini eləyəcəyik. Burada isə uşaqlarımın əlləridir. Böyük qızımın, Muradın, Ceyranın. Belə. Burada isə mənim abunəçilərim, qızlarım nəsə təzə maraqlı bir resept deyəndə bura yazırdım. Skrin eləyəndə, sonra tez-tez telefonu boşaldanda hamısını silirəm. Sonra yadıma düşür ki, mənə axı resept atmışdılar. Mən onu niyə sildim? Ona görə burada belə bir yer tutdum, saxladım ki, burada ancaq reseptlər olsun. Belə. Deməli, buradayıq indi. Sentyabr ayının sizə hesabını deyəcəm, nə qədər pul xərcləmişik. Deməli, burada biraz mənə qaranlıq gəldi. Məndə belə bir şeylər heç vaxt olmur. Adətən mən həmişə yazıram, xətt çəkirəm. Əgər dükana getməmişəmsə, üstündən xətt çəkirəm. Amma burada nə xətt var, nə bir şey, heç nə yoxdur. Sadəcə belə bir neçə günü boş qoymuşam. Çox maraqlıdır nəyə görə. Ola bilməz ki, mən həmən vaxtları dükana getməmişəm. Çünki mən özümü bilirəm. Uzaq başı mən 3 gün dükana getməyərəm də, qalan növbəti gün gedərəm. Çünki elə bir şey yoxdur ki, evdə uzun müddətli olsun və mən dükana getməyim. Çox maraqlıdır. Bu dəftəri də heç vaxt unutmuram da, yazmağı, qeyd eləməyi. Niyə burada belə eləmişəm, bilmirəm. Nə qədər fikirləşdim, həmən vaxtları mən harda idi, necə olmuşdu, heç yadıma düşmədi. Nəsə, amma fakt odur ki, qeyd eləməmişəm. Ya da ki, dükana getməmişəm. Deməli, produktda sentyabr ayında ayın 1-dən düz 30-una qədər 315 manat 20 qəpik pul xərcləmişəm. Bu da biraz mənə qaranlıq gəldi, çünki keçən ay 400 manat idi. 408 manat. Bu ay isə 315 manat. Elə bil ki, 85 manat fərq eləyir də. Ola bilər belə bir şey. Məncə, mən burada nəyisə yazmağa unutmuşam. Amma eyb yox, olsun. Belə, nə demək istəyirdim? Benzinə 130 manat pul xərclədik. Keçən aya baxanda, keçən ay 100 manat pul xərcləmişdim benzinə. Bu ay 130 manat. Əlbəttə ki, keçən ay biz hələ dərs zada getməmişdik. Çox vaxt evdə oturmuşduq, amma sentyabr ayında biz artıq məktəbə gedirdik. Sonra əlavə yerlərə də getmişik. Neçə dəfə sədrəyə getmişik, neçə dəfə mamamgilə getmişəm və ona görə burada biraz çox çıxdı. Biz sentyabra məktəbə getmişdik ayın 15-dən sonra da. Elə bil burada 15 gün biz başqa yerlərə gedirdik, məktəbə hazırlıq gedirdi. Benzini belə xərcləmişdik. Qalan 15 günləri isə dərsə gedib gəlirdik. Belə. Bir də kommunal 66 manat bu ay ödədim. Çox qəşəng məbləğdir bu. Çünki keçən aya baxanda 80 manat çıxmışdı. Qaza 1 manat 80 qəpik gəlmişdi. Keçən ay 3 manat 20 qəpik. Bilirsiniz, biz artıq qazı ikinci limitə keçmişik. Bu hələ ikinci limitlədir. Təsəvvür eləyin, əgər birinci limit olsaydı, onda 1 manat 80 qəpik yox, onun yarısı olardı, 90 qəpik. Bir ay ərzində mən qaza 90 qəpik qaz yandırıram. Çox maraqlıdır. Bütün günü yemək bişirirəm. Bütün günü yox da, gündə 3 dəfə yemək bişirirəm. Bir neçə dəfə çaynika isidirəm. Yəni ki, bu bir günə 90 qəpik, bir aya 90 qəpik qazı işlədirəm. İndi qabaqda qış gəlir, görək nə qədər işlədəcəm onu. Amma bu ikinci limitdir. Biz deməli, deyəsə səhv etmirəmsə, ancaq yanvarda birinci limitlə qazı işlətdik. Fevralda limiti keçmişdik. Belə. Çox az məbləğ bizə qoyublar. Məbləğ yox, tarif çox az veriblər bizə. Tez qutarır da, qazı çox işlədirik qışda. Belə, nəsə, internet həmişəki kimi 27 manat, işığa 17 manat 80 qəpik, keçən ay 21 manat 30 qəpik olmuşdu. Su 19 manat 40 qəpik, o da biraz çox gəldi, çünki artıq sulamıram. Düzdür, ayın 15-nə qədər sulayırdım, sentyabrın 15-nə qədər. Onda havalar çox isti idi, yağış yağmırdı.
sulayırdım. Amma məktəb ki başladı, 15-dən sonra bağı sulamırdım. Sadəcə o hasarın üstündə dibçələr var. O dibçələri yalnız sulayıram, amma ağacları və o biri gülləri sulamıram daha. Amma yenə də 19 manat 40 qəpik gəldi. 66 manat общий расход oldu. Eybi yox. Nəysə, bu ay belə oldu. 315 manat 20 qəpik produkta xərclədik. 130 manat benzinə, 66 manat isə kommunalniyə. Və mən əlbəttə ki, keçirəm növbəti aya. İndi oktyabrın 7-sidir bu gün. Hələ ki dükana getməmişəm. Hələ ki evdəyəm, amma artıq getməliyəm, çünki ət almalıyam. Təzə ay başlayır. Ət almalıyam, yağ almalıyam. Belə, yəni produkt almalıyam. İndi gedib baxacağam nə var, nə yox. Mütləq spisek tutacağam, yazacağam və gedib almalıyıq. Ayın biri dükana getmişdim. Görürsüz, davam eləyirəm yazmağı. Bir gündən bir dükana gedirəm. Belə. Mən belə fikir verdim ki, günə 20 manat pul gedir də. Minimum. Ən azı 20 manat pul gedir günə. Çünki hər şey bahalaşıb. Dəhşət bahalaşıb. Nəysə, artıq qaz da gəlib. Qaz 6 manat 30 qəpik gəldi. İnternetə də ödəmişik. Qaldı bir dənə su ilə işıq. Всё. Onlar da gəlsin, onları da qeyd eləyim, ödəyək, davam eləyək. Belə, nəysə, bizə uğurlar. Kim ki bu dəftəri tutub öz rasxodunu yazırsa, hər birimizə uğurlar arzulayıram. Çalışaq artıq yemədiyimiz şeyləri almayaq. Təzə məhsulları görəndə ona qaçmayaq. Ailəmiz nəyi sevir, nəyi yeyirlər, nə xoşlayırlar, yalnız ona pul xərcləyək. Biraz qənaət eləyək. Çünki qənaətlə yanaşanda onda evdə bərəkət çox olur. Özünüzə məqsəd qoyun. Misal üçün, bir ay ərzində nə qədər pul produkta mən xərcləməliyəm və çalışın ondan az xərcləyin. Oradan pul qalanda mütləq özünüzə həmən o pulla özünüzə nəsə alın. Özünüzü mükafatlandırın. Misal üçün, mən necə eləyirəm? Bir ay ərzində özümə 500 manat pul götürürəm. Yəni produkta. Çalışıram o 500 manatın içində hər bir şeyini alım. Ailəmi yedizdirim. Əgər oradan pul qalırsa, onda mən həmən o pulu götürürəm və özümü mükafatlandırıram ki, mən öz ailəmi bir ay ərzində istədiklərini aldım, yedizdirdim, qəşəng yeməklər bişirdim. Hamı yedi, hamı toxdur, hamı razıdır. Deməli, mən özümü mükafatlandırmalıyam və həmən pula gedirəm özümə nəsə alıram. Ya özümə nəsə alıram, ya mətbəxə nəsə təzə bir şey alıram. Və onda daha da çox həvəslənərsiniz. Mən misal üçün özümü belə eləyirəm. Bir də necə eləyirəm? Misal üçün, ayın başından düz ayın 15-nə qədər elə olur ki, pulu çox xərcləyirəm. Elə bilirəm ki, əlimdə pul çoxdur və ayın axırına kimi mənə bəs eləyəcək. 15-nə qədər pulu xərcləyirəm. Produkta da, yəni belə çırta-pırta yox, zirci belə yox, ancaq produkta. Və yenə də çalışıram belə bir şey alım ki, ağılla da yəni xərcləyirəm. 15-dən sonra əlimdə qalan pulu hesablayıram. Misal üçün, orada məndə 200 manat pul qalır. Bu 200 manatı bölürəm 15-ə və orada günə nə qədər pul eləyirsə, misal üçün 15 manat eləyir, 20 manat eləyir, nə qədər eləyirsə, çalışıram gün ərzində yalnız bu pulu xərcləyim, ondan artığını xərcləməyim. Çalışıram ondan az xərcləyim, misal üçün 1 manat, 2 manat az xərcləyim. Və elə olur ki, həmən günü dükana getmirəm, bu 15 manatı götürürəm, növbəti günə qoyuram. Elə olur ki, deməli, səhərsi günü mən 15 manat yox, 30 manat pul xərcləyə bilərəm. Və belə məndə yavaş-yavaş artıq pul qalır. Sizi də öyrədim, siz də belə eləyin. Belə, hər birimizə uğurlar, yazaq, hesablayaq. Çünki bu sağlamlıqdır. Mənə elə gəlir ki, bu sağlamlıqdır. Məni heç kim məcbur eləmir. Bunu mən özüm eləyirəm. Mənə çox maraqlıdır. Əvvəl kanalım olmayanda da məndə belə bir dəftər olmuşdu.
və o dəftərdə həmişə yazırdım. Mənə çox maraqlıdır. Bu məni motivasiya eləyir. Yazmayanda, hesaba aparmayanda elə bilirəm ki, mən pulu harasa belə külləmişəm, harasa atmışam havaya da. Amma yazanda uje bilirəm ki, nəyi nə qədər xərcləmişəm. Belə. Hər birimizə uğurlar. Növbəti vloqda inşallah ki, görüşərik və gələn ayın 1-də bu hesabı mütləq sizinlə birlikdə aparacağıq.